Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2026-cı il 25 may saat 00:00-dan dəmir yol nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Xəbər verilir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Xeyirli olsun. Güney Azərbaycanlı yazıcı Azərbaycan Respublikasında da yaxşı tanınan Əli Çağla Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və İrana deport olunub. Xəbər verilir ki, bu barədə Əli Çağla özü məlumat yayıb. O bildirib ki, dünən Tehrandan saat 11:00 reysi ilə Bakıya uçub. Yalnız Bakıya enəndə yadına düşüb ki, yeni qaydalara əsasən aeroportda viza almaq proseduru ləğv edilib. İndi vizalar elektron şəkildə 3-5 gün öncədən alınır. Bakıya Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdığında sərhəd xidmətinin əməkdaşları vizanın olmadığını bildirib. Məni deportasiya sənədi ilə Tehrana geri qaytardılar. Əli Çağla qeyd edib ki, Bakıya 6-cı Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunub və festivala görə də Bakıya gəlirmiş. Qeyd edək ki, Bakıda 6-cı Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 22-26 may tarixlərində keçiriləcək.